Vaxtilə özünə ölüm arzulayan mən, Allah ki ölüm arzulayırdım. O ağrılardan, acılardan, təngi nəfəslikdən ciyərim parçalanırdı. Ağciyər onkoloji xəstəlik xərçəng. Nəfəs ala bilmirdim. Öskürəndə laxta-laxta qan kusurdum. Həmin vaxtlarda özümə ölüm arzulayırdım. Dedim ey Rəbbim, yalvarıram bu bitir bu ağrıları. Mən ölüm bitirim. Bitirim də bu acılara son qoyulsun. Amma indi isə mən aləmlərin Rəbb olan Allahdan ömür istəyirəm özüm üçün. Həyat istəyirəm, yaşamaq istəyirəm. Niyə? Çünki ağrım yox, acım yox, xoşbəxt. İnsanın ağrıları, acıları olmayanda, bağırsağı mükəmməl çalışanda insan özünə bilsiz nə istəyir? Həyat istəyir, yaşamaq. Bax, ağrısı olmayan, bağırsaqları təmiz olan adam əsəbi olmur. Əsəbi olmur, gözəl olur. Bağırsaq ikinci beyindir, ürəkdir. Bu günləri mən aləmlərin Rəbb olan Allahdan yaşamaq istəyirəm də, yəni həyat istəyirəm. Ver mənə bacardığın qədər ey Rəbbim, ömrümü ver. Çünki sən bu sağlamlığın yollarını mənə göstərdin, bəxş elədin, mən də indi insanlara göstərirəm. Yəni sən eləmsən bunu. Sən zülmətdən məni nura çıxartdı, nura. Bax, zülmətin içindən nura çıxartdı aləmlər Rəbb olan Allah. Odur ki, həyatınızı aləmlər Rəbb olan Allaha təvəkkül eləyin. Bismillah eləyin. Xəstəliklərinizi özünüz sağaldın. Siz onu sağalda bilərsiniz. Özünüz öz möcüzənizdə çıxadın, qoyun ortalığa. Allahın izni ilə. Sağ olun, var olun. Allah bütün xəstələrə şəfa versin, yardım eləsin. Çoxsunda burada yazacaq ki, qardaş, sən 150 il yaşamaq istəyirsən, 200 il xeyir. Mən bu Rəbbim verən ömrü sağlam yaşamaq istəyirəm, sağlam. Vəssalam. Vaxtım çatdı, dünyadan köçüb gedəcəm. Əlbəttə ki, hamı kimi. Mən bir bəşərəm. Heç bir canlı qalmayacaq. Hər bir canlı ölümü dadacaq, hər şey. Yəni gedəcək. Dəmir özü belə pas atıb, çürüyüb yoxa çıxır. Bəli, hər birimiz gedəcəyik. Bir dənə məqsədim odur ki, sağlam yaşayalım, sağlam olağım. Allah bizə bu dünyada və axirətdə rəhm eləsin inşallah. Çox sağ olun, var olun. Bir dənə sonunda bir şey yadımdan çıxdığına görə geri dönüş elədim. Vallahi ki, ximiya terapiya alan insanlar bilir də o ağrını, acını, o ximiyanın yan təsirlərini, nə hallara düşürsən. Elə bil bir anda cəhənnəmə girirsən də, elə bir şeyə girirsən ki, elə bir vahimələ yaşayırsan ki, o şeyi, ximiyadan sonraki vəziyyətləri. Üstəlik də ağır dozada ximiya terapiya alasan, Allah göstərməsin. Bax, o xəstəliklərin içindən çıxan mən, yəni unutmayın ki, bu məlumatları ağır xəstəlik keçirmiş insan sizə verir. Ona görə də yorumlarda yazanda biraz insafla yazın. Yəni bilin ki, bunu sizə adi insan yazmır da, ağır xəstəlikləri atlatmış insan. Yəni hələ mən o ağciyərdə olan problemi deyirəm. Hələ mən babasir xəstəliklərim, qaraciyərim, böyrəklərim, zobum, ishalım, yəni çox. Bunlar hamısını atlatmışam da, sağaltmışam Allahın izni ilə. Təbii ki, Allah qismət edib mənə, aləmlər Rəbb olan Allah mənə yol göstərir. Yəni yorum yazanda biraz diqqət eləyək. Onsuz mən orada gördümsə negativ söz birbaşa bloklayıram. Mənim lap yaxınım olsa belə orada biraz xoşuma gəlməyən söz olanda birbaşa bloklayıram, çıxır gedir. Belə diqqət eləyək biraz inşallah.